Hello everyone. Salam herkese. Bugünkü dərsimiz 7-ci sinif dərsliyindəndir. Unit 5, Lesson Listening. Bölmə 5, dərs dinləmə. Exercise 1, tapşırıq 1. Discuss the questions with a partner. Yoldaşınızla sualları müzakirə edin. Why do people need friends? İnsanların niyə görə dosta ehtiyacı var? Yəni uşaqlar, bizim niyə görə dostlarımız olmalıdır? Bu sualları fərdi olaraq cavablandıracaqsınız. What can happen if a person has no friends? İnsanın dostu olmadıqda nə baş verə bilər? Təbii ki, uşaqlar, sevincimizi, kədərimizi paylaşa bilmədiyimiz biri olmadıqda biz üzülə bilərik, özümüzü tək hiss edə bilərik. Bu nümunə yazmadım ki, hər kəs öz fərdi fikrini yazsın. Dostunuzla bunu şifahi formada da müzakirə edə bilərsiniz. Exercise 2, tapşırıq 2. Listen to a song and complete the sentence. Mahnını dinləyin və cümləni tamamlayın. Choose A, B or C. A, B, C variantlarından birini seçin. İndi isə gəlin tərcümə edib cavabı tapaq. Onu da qeyd edin ki, əslində mahnılar, şeirlər tərcümə olunmur, amma bizim tapşırığı yazmağımız üçün mütləq tərcümə etməliyik. Mənaya uyğun formada tərcümə edəcəyik. Oh, oh, oh. If you ever find yourself stuck in the middle of the sea, I will sail the world to find you. Əgər sən dənizin ortasında qalmış kimi hiss etsən, mən bütün dünyanı səni tapmaq üçün gəzəcəm. Normalda burada sail üzülmək deməkdir, amma burada gəzəcəm mənasında istifadə edirik və birinci boşluğu ulduzun yerinə biz dinləmədə eşitdiyimiz sözlərdən yerləşdirməliyik. Bu zaman sea sözü, yəni dəniz sözünü yerləşdirəcəyik. If you ever find yourself lost in the dark and you can't see, I will be the light to guide you. Əgər sən qaranlıqda itsən və görə bilməsən, mən işıq olub sənə bələdçilik edəcəm. Yəni, buradakı uşaqlar ikinci boşluğa dark sözünü yerləşdiririk. Find out what we are made of when we are called to help our friends in need. Dostumuzun ehtiyacı olduqda, bizə zəng edildikdə nədən yarandığınızı aşkar et. Yəni, uşaqlar, find out, aşkar etmək, ortaya çıxartmaq mənasında istifadə olunur. Yenə deyirəm, hərfi tərcümə vermədiyimizə görə bu formada tərcümə edirik. Və uşaqlar, made of, nədənsə yaramaq, hazırlamaq mənasında istifadə olunur. Bu üçüncü boşluğa da uşaqlar, biz need sözünü yerləşdirəcəyik. Daha sonra digər cümləmizi tərcümə edək. You can count me like 1, 2, 3. I will be there. Sən mənə 1, 2, 3 kimi etibar edə bilərsən. Mən orada olacağam. Yəni 1, 2, 3-ə qədər saydıqda mən artıq orada olacağam. Count on me, count on somebody kiməsə etibar etmək, güvənmək mənasında istifadə olunur. And I know when I need it. Mən bilirəm nə zaman ehtiyac var. I can count on you like 4, 3, 2 and you will be there. Mən sənə 4, 3, 2 kimi etibar edirəm və sən orada olursan. Cause that's what friends are supposed to do. Oh yeah. Buna səbəb dostların bir-birini nə edəcəklərini təxmin etməkdir. Suppose təxmin etmək, güman etmək mənasındadır. Yəni, dostlarımızı tanıdığımıza görə onların nə edəcəklərini bilməyimizi deyir burada. Daha sonra digər səslərdir və if you are tossing and you are turning and you just can't sleep asleep. Əgər sən fırlansan və ya çevrilsən və ya sadəcə yuxuya gedə bilməsən, I will sing a song beside you. Mən sənin üçün mahnı oxuyacağam. Dördüncü boşluğa song sözünü yerləşdiririk. And if you ever forget how much you really mean to me, for a day I will remind you. Əgər sən mənim üçün nə məna ifa etdiyini bilməsən, mən hər gün bunu sənə xatırladacağam. You will always have my shoulder when you cry.
Burada cry sözünü yerləşdiririk. Sən ağladığın zaman mənim hər zaman sənin üçün çiynim var. I will never let go, never say goodbye. Mən heç zaman səni getməyə icazə verməyəcəm. Heç zaman sağ ol deməyəcəm. You know, sən bilirsən, you can count on me, cause I can't count on you. Sən bilirsən ki, mənim sənə etibar etdiyim kimi sən də mənə etibar edə bilərsən. Bu formada tərcümə edirik. Bizim ikinci tapşırığımızın bu mahnının nə haqqında olduğunu soruşur və biz də burada the song is about true friends, yəni mahnı həqiqi dostlar haqqındadır. Yəni bir variantını seçirik. Keçirik ikinci tapşırığa, daha doğrusu dördüncü tapşırığa. Look at the underline words in the song. Mahnıda altından xətt çəkilmiş sözlərə baxın. Match them to their definition. Onları izahları ilə uyğunlaşdırın. One definition is extra. Bir izah əlavədir. Yəni uşaqlar bizim mahnıda altından xətt çəkilən sözlərə baxacağıq. Altından xətt çəkilən sözlər stuck, yəni yapışmaq, sail üzdürmək, God bələdçilik etmək, count on me etibar etmək. Daha sonra tossing atmaq, forget unutmaq, remind xatırlatmaq kimi sözlər var. Biz buradakı sözləri izahlarına uyğun olaraq burada yazacağıq. A variantına baxırıq. Not remember to do something. Nəyisə etməyi xatırlamamaq, yəni unutmaq. Burada biz forget sözünü yazacağıq. Sizə rahat olması üçün sonda qeyd edəcəm. Daha sonra B-yə baxırıq. Believe that someone will help you. Kiminsə sənə kömək edəcəyinə inanmaq, yəni etibar etmək. Bu olacaq count on somebody. 4-də travel on water, su ilə səyahət, yəni dənizlə səyahətdən söhbət gedir. Sail. 4-də, yəni D variantında help somebody remember something. Kiminsə nəyisə xatırlamağına kömək etmək. Remind, yəni xatırlatmaq. E variantında not able to move, hərəkət edə bilməmək, yəni yapışmaq, stuck. F-də show somebody the way to a place, kiməsə yolu göstərmək, gedəcəyi yeri, yəni guide, bələdçilik etmək. G variantına move from side to side or back and forth. Yəni bir şeyi uşağı bu tərəfdən o tərəfə və yaxud da geri atmaq olacaq burada toss, yəni atmaq sözünü istifadə edirik. Sizə rahat olması üçün qeyd etdim. Forget unutmaq, count on somebody kiməsə etibar etmək, sail üzdürmək, remind xatırlatmaq, stuck yapışmaq, guard bələdçilik etmək, toss atmaq. Yəni sıra olaraq bu sözləri qeyd edəcəksiniz. Exercise 5, tapşırıq 5. Work in groups and complete the lines from the song with your own ideas about friends. Qrup işi işləyin və mahnıdan olan fikirlərlə bu cümlələri özünüzə uyğun formada tamamlayın. Yəni mahnıdakı cümlələrə uyğun formada, amma burada sizin öz fikirləriniz olacaq. Cümlənin başlanğıcı mahnıdakı kimidir. Sadəcə oradakı şəxsi fikirlərinizi qeyd edəcəksiniz. Məsələn, if you ever find yourself stuck in the middle of the sea və yaxud da ki, in the middle hər hansı bir şey yaza bilərsiniz, çətinlik yaza bilərsiniz. Əgər özünüzü dənizin ortasında tapsanız və yaxud dəniz olmaya bilər, hər hansı bir problem ola bilər, hər hansı bir başqa bir şey ola bilər, oradakı sözləri mahnıdakı sözlərə uyğun formada tamamlayacaqsınız. Və həmin an siz nə edəcəksiniz? I will və tamamlayacaqsınız ki, mahnıya uyğun formada. Bir daha qeyd etmirəm bunları, çünki hər birinin özünün mahnıda yerləri var. İstəsəz mahnıya uyğun formada yaza bilərsiniz, amma burada sizin öz fikirləriniz istənildiyinə görə məsləhət görərdim ki, özünüzə uyğun formada boşluqları tamamlayasınız. Daha sonra 6-cı tapşırığa baxırıq. Listen and sing the song. Use the sentence you write in task 5. Mahnını dinləyin və 5-ci tapşırığa uyğun formada cümlələri yazın. Yəni 26-cı dinləməni dinləyəcəksiniz
5-ci tapşırıqda olduğu kimi cümlələri özünüzə uyğun formada yazacaqsınız. Yəni bunu da uşaqlar yenidən yazmağa ehtiyac yoxdur. Yəni yenidən burada qeydlər yazmayacağam. Çünki hər biri 5-ci tapşırıqda var. Sadəcə siz bunu özünüzə uyğun formada yazacaqsınız. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. See you next lessons. Növbəti dərslərdə görüşənədək.